Doktor, son zamanlar bir çox insanlar mədə qıcqırmasından, reflüksdən əziyyət çəkirlər. Bəs reflüks əməliyyatını nə zaman edirsiniz? Reflüks əməliyyatı hər zaman icra edilmir. Yəni bu xəstəlik varkən əvvəlcə konservativ müalicə, yəni mədə turşuluğunu azaldan proton pompa inhibitorları dərman qrupundan istifadə edilməlidir. Hər kəsdə reflüks var, amma hər kəs reflüks əməliyyatının namizədi deyil. Çünki kimlərə edilməlidir? Əvvəlcə reflüksun diaqnozu düzgün qoyulmalıdır. Reflüksun diaqnozunu qoymaq üçün çox insanlar elə bilir ki, sadəcə endoskopik müayinə yetərlidir. Xeyr. Reflüksun diaqnozunu qoymaq üçün 24 saatlıq deməli pH metriya, yəni 24 saat ərzində insanda mədə turşuluğunun artıqlığını ölçən bir müayinədir. Ondan sonra ezofagus manometriyası, yəni qida borusunun mədəyə keçid hissəsində əzələ liflərinin spazmını, onun gərginliyini ölçən bir müayinədir. Dördüncüsü də kontrastlı barium sülfat məhluluna olan rentgendir. Bu da diafraqmal yırtığı yanaşı olaraq göstərən bir müayinədir. Endoskopiya, pH metriya, ezofagus manometriyası birlikdə reflüksun diaqnozunu qoyur. Reflüks diaqnozunu qoyandan sonra baxmaq lazımdır. Bu şəxs PPI, mədə turşuluq dərmanlarından istifadə etmək istəyirmi? Nə qədər istifadə edib? Əgər insan uzun müddət istifadə edirsə, lakin effekt görmürsə, uzun müddət dərmanları ümumiyyətlə istifadə etmək istəmirsə, reflüksun ağırlaşması, baret ezofagus, ezofagit yaranıbsa, yanaşı olaraq diafraqmal yırtığı da varsa, bu insanlar reflüks əməliyyatı oluna bilərlər. Bəs zəmanət verirsiniz ki, sonradan belə şikayətlər olmayacaq? Bu dünyanın qlobal bir problemidir. Yəni bu əməliyyatda zəmanət %100 verilməz. Çünki 5 ildən sonraki müddətdə 10-20% insanlarda reflüks yenidən yarana bilər. Yəni bunun da yenidən yaranmasının bir çox səbəbləri vardır. Artıq çəki, ağır fiziki işdən əməliyyatdan sonra erkən bir dövrdə məşğul olmaq, sonra əməliyyatın texniki qüsurlu icrası, əməliyyatın qüsursuz icrası, lakin sonradan əməliyyat sahəsində olan fundoplikasyon manjet, çünki əməliyyatın adı Nissen fundoplikasiyasıdır. Mədədən qida borusu tərəfindən manjet yaradılır. Həmin manjetin açılması, sürüşməsi və sair əməliyyatın deməli, sonra şikayətlərin yenidən yaranması səbəb ola bilər. Əməliyyatdan sonra cərrahın təcrübəsi də burada rol oynayır. Hansı xəstəxanada əməliyyat olunub, necə əməliyyat olunub, ondan sonra bu deməli, verilən məsləhətə riayət edilmir. Belə hallarda yenidən əməliyyat icra oluna bilər və yaxud da xəstə yenidən dərman preparatlarına qayıda bilər. Ona görə bunları biz qabaqcadan pasientlərimiz deyirik ki, bax, mən sənə əməliyyat edəcəm, %90 sən ömür boyu bu şikayətlər heç vaxt olmayacaq, %10 ola bilər.